Mənim İsveçdən belə bir gözəl dostumuz gəlib. Maraqlı belə bir. Adı necədir? Adı Surströmming. Surströmming, duzlu balıq. Amma deyilənə görə, yəni iyisi çox pisdir. Hətta yəni açıq havada belə iyisi dözülməz vəziyyətdə olur. Qapalı məkanda ümumiyyətlə istifadəsi qadağandır demək olar. İsveçdə bu yemək delikates sayılır. Biz açaq, baxaq görək necə bir şeydir. Hər şeyə hazırsan? Yallah. Yallah. Oy. Oo. Çox kəskinliyi var. Bildiğin kanalizasiya yer. Hamı insan Mən ağzımdan iyi getməzə qorxuram. Yoxlamaq istəmirəm sözün açığı. Mən elə gəlir ki, dadı yaxşıdır. Yo, risk eləyəmirəm. Mən yeyəcəm, sən də yersən, ha? Əlbəttə, mən də yoxlayacağım. Bir. Hikaye oldu. Tadı o kadar böyle. İşvə dən kimi hiss eləyəsən. Əmin ol, bax, bir də bunu keçən utanmıram. adamlar Quranın olsun belə keçir bax. Ha görürüm. 2, Şey 1. Məncə yəni son olsun, məsləhət deyil.